Bundan əlavə bizim regionların inkişafı üçün bu ingilislər buna bir crazy ideya deyirlər də, dəlisov ideyalar lazımdır. Dəlisov. Məsələn, Disneyland. Cənubi Qafqazda yoxdur. Qafqazda yoxdur ümumiyyətlə. Niyə olmasın ki, Zəngilanda məsələn Disneyland olsun da bilən. Avropa Disneylandlər həmişə ölkənin kənar budağında olur. Bəli. Və ora daha çox. Bax, təsəvvür eləyin ki, bax belə bir lisenziyalı Amerikan şirkətlərinin birbaşa iştirakı ilə, cəlbedici təkliflərlə, onlar ağıllıdırlar. Onlar bu təklifləri göydə tutacaqlar. Fikirləşəcək ki, İranlılar çox xoşlayır turist kimi gəzməyi. 85 milyondur. Böyründə Türkiyə 85 milyondur. Naxçıvandan ora gəlməyə nə var Zəngəzur açılandan sonra? Burada da Gürcüstan var, Ermənistan var. Bizdəki çox gəzməyi sevən Rusiyada var. 145 milyon. Təsəvvür edin, Disneyland əsl standartlara uyğun Disneyland açılır, məsələn, Cəbrayılda, nə bilim, Zəngilanda, yəni Araz boyu bir bölgədə. Təsəvvür edirsiniz o nə deməkdir? O 100 minlərlə iş yeri deməkdir, avtomatik olaraq. Yəni bizim regionlara baxışımız dəyişməlidir. Yəni regionlara baxış dəyişməsə, ümumiyyətlə köhnə konseptual yanaşmalar, o kolxoz düşüncəsi ilə yanaşmalar qalsa, heç nə dəyişməyəcək.